Lənkəran şəhər rayon polis şöbəsinə rayonun Digah kəndi ərazisində narkotik vasitə hesab olunan çətənə kollarının becərilməsi barədə məlumat daxil olub. Dərhal əməliyyat keçirən polis əməkdaşları əraziyə baxış keçirən zaman 34 yaşlı Digah kənd sakini Anar Xubəloğlu Məmmədovu saxlayıblar. O və becərdiyi 274 ədəd çətənə kolu polis şöbəsinə gətirilib. İlkin dindirmə zamanı Anar Məmmədov çətənə kollarına qulluq göstərdiyini və narkotik aludəçisi olduğunu etiraf edib. Bu qədər kolları əkmirsən, onu niyə eləmirsən? Saçmalaymadı. Məsələn, bu qədər kolu sən nə vaxt çəkəcəkdir? Deyirlər ki, 3 il, 4 il çəkmir. Əraziyə baxış zamanı Anar Məmmədovdan həmçinin 1 kiloqram qurudulmuş marixuana və 16 kalibrli ov tüfəngi də polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb. Məmmədov Anar Xubəloğlu narkotik vasitəni əkib becərdiyini və 3 aydan artıqdır ki, ona qulluq etdiyini etiraf etmişdir. Faktla bağlı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi cinayət işi başlanılmışdır. İlkin araşdırma zamanı həmçinin Anar Məmmədovun oğurluq törətməkdə şübhəli bilinərək Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə axtarışda olduğu məlum olub. Məhəmməd Rzayev, Elviz Nəsirli, Lənkəran.